xristianlıqda olan bu radikalizmin təzahürünü və yaxud da terror kimi biz bunu adlandıra bilərik. Məşhur Varfolomey gecəsi 1572-ci ilin avqust ayının 23-də böyük bir qətliam baş verir. Fransada, xüsusən də Parisdə və Fransa ərazisində. Elə bir qətliam baş verir ki, bu qətliamda bir çox tarixi kitablarda 20 min insanın bir gecədə qətl edildiyi deyilsə də, tarixi mənbələrdə 10 mindən 50 minə kimi insanın qətl edilməsi, müxtəlif rəqəmlər qeyd olunur təbii ki. Əlmühüm bizə lazım olan odur ki, təkcə təsdiqlənmiş məlumatlara görə Parisdə 3 min və Fransa ərazisində qeyd olunduğu kimi 10 mindən 50 minə kimi insan qətl olunur. Bu qətliamın səbəbi isə katoliklərin ölkədə baş qaldırmış protestantlara qarşı etdikləri bir inqilab və yaxud da cəza vermə tədbiri idi. Və bunu hətta təsəvvür eləyin, katolik kilsəsinin papası həmin dövrdə bunu böyük bir müsbət hal kimi dəyərləndirmiş və hətta bu münasibətlə şadlıq mərasimləri keçirmiş və təltiflər etmişdir. Yəni öz dindaşlarının dini bir etiqadına görə onların qırılmasını alqışlamış və mükafatlandırmış. Ədalət naminə, insaf naminə deyim ki, 425 il sonra həmin hadisədən, yəni 425 il sonra təxminən təsəvvür eləyin, hadisə baş verib 1572-ci ilin avqustun axırlarında. 425 il sonra Roma papası bu haqda üzrxahlığını və təəssüfünü dilə gətirmişdir.